Ben hal-hazırda yiğit qəhrəman oğullarımızdan biri olan Əhmədov İlqar Adiloğlu'nun ev muzeyinin karşısındayım. Yaşadığı evin karşısındayım. Bugün bildiğiniz gibi Müqəddəs Qurban Bayramıdır. Adil'in valideynlərini təbrikə gəlmişəm. Bugünkü təbrik üçün mən buradan Xalidə xanıma təşəkkür edirəm. Şəhid Kənan Dadaşzadənin adından Xalidə xanım Leyla anamıza bayram hədiyəsi göndərib. Və Mənsurə xanım da şəhid Arif Allahverdiyevin adından Leyla anamıza bayram hədiyəsi göndərib. Bayramınız mübarək olsun. Nifrete çevrildi bakışlarınız, kanlı seçilerden akışlarınız, güllere garg olmuş baştaşlarınız, namusun gayretin taşı şehitler. Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde kalan oldunuz. Unutmak olar mı sizi şehitler? Dünyanı heyrete salan oldunuz, azadlık odunda yanan oldunuz, köçüp yüreklerde. Salam değerli izleyicilerimiz. Bugün müqəddəs bir gündür. Qurban Bayramı günüdür. Bugün özümüzə borc bildik. Müqəddəs Qurban Bayramında müqəddəs bir ailəni, müqəddəs bir ocağı ziyaret edək. O ocaq ki, bir qəhrəman oğul yetişdirdi. Gördüğünüz bu evdə yiğit bir qəhrəman oğul dünyaya gəldi. Körpəlikdən vətənini sevən, bayrağına sevdalı olan bir oğul. Əhmədov İlqar Adiloğlu. Qəhrəmanlar can verir yurdu yaşatmaq üçün. Bax, qəhrəman oğlumuz belə bir ailədə böyüdü. Əslən, Qarabağdan olan, Qarabağın laylası ilə böyüyən bir igid oğul böyüdü bu ocaqda. Leyla ananın evində, Adil kişinin ocağında. O oğul ki, ölümün gözünə ölümsüz baxdı. O oğul ki, bir qəhrəmanlıq dastanı yazdı. Değerli izleyicilerimiz, indi mən sizə o oğlu dünyaya gətirən qəhrəman oğlumuzun anası Leyla ananı təqdim etmək istəyirəm. Leyla ana əslən Qarabağdandır. Ürəyi hər zaman vətən həsrəti ilə alışıb yanan bir anadır. Qubadlı igidlər oylağı, qədim el obamızdan olan Qubadlı elindəndir Leyla anamız. Mən istəyirəm ki, Leyla ana, İlk önce sizi bu müqəddəs bayram günündə təbrik edək. Bütün izləyicilərimizin sizə salamlarını, sevgisini çatdıraq. İstəyirəm ki, bizim izləyicilərimizə İlqarlı günlərdən bir balaca danışasınız. İlqar necə bir oğul idi? Siz onu necə bir evlat kimi böyütmüşdünüz? Mən də ilk öncə sizləri və izləyicilərimizi bu Qurban Bayramı münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allah'tan arzum odur ki, Allah hər birinizə bu müqəddəs torpaqlara gedib, orada qurban kəsməyi hər birinizə nəsib olsun. Allah cəm subaylarınıza, nəvələrinizə, nəticələrinizə həmişə şükür qurbanları kəsməyi Allah sizlərə nəsib etsin. İlqar çox fədakar uşaq olub. İdmanı sevən olur. Çünki onun atası da idmançı olduğuna görə o uşaqları da onun yolunu davam edirdi. İlqar məktəbdə sevilən, seçilən, idman yarışlarını həmişə birinci olan, birincilik qramatalarını alan. Sonra İlqar 9-da 10-da oxuyanda o kəndə gedib, bizim öz kəndimizdə, Qubadlı rayon Çaytmaz kəndində, orada baba yurdunda
orada əskərlərə kömək eləmək, nənəsinə yemək pişdirir, soldatlara aparmağı, bax belə işlərlə İlqar həmişə məşğul idi. Məsəl üçün, kanikulda o hər yay kanikulun 3 ayını o kətdə olurdu. Sonra da gəlirdi burada, ali məktəbə girdi, Marskoy Akademiyanın Elektromexanika fakültəsinə girdi. 4 il yaxşı qiymətlərlə oranı oxuyandan sonra 4-cü kursa keçir, texnologiya kursunda oxudu paralel. Qutarandan sonra o öz xahişi ilə, öz adı ilə gedib bayankomatda onu əskəriyə aparmağını xahiş edirmiş. Ali məktəbə xəbər vermədən getmişdi. Mən də bilmirdim, elə bildim ki, məktəbə xəbər verib gedibdi. Biri 8 kəşfiyyatçı olur, onun idmanına görə, onun boy ucalığına görə, fərsətli olduğuna görə onu kəşfiyyat bölüyünə götürmüşlər. Sonuncu dəfə o 2000-ci ilin yanvar ayının 26-sında hərbi vəzifəsini, xidmətini yerinə yetirəndə erməni minasına tuş gəlmişdi. Belə. İlqarın adı ilə bütün qohum əqrəba fəxr eləyir, qürur duyur. Mən də bir ana kimi fəxr eləyirəm ki, balam vətən yolunda gedir. Allah prezidentimizdən də, Mehriban xanımızdan da razı olsun ki, bizim şəhidlərə xüsusi diqqət, qayğı göstərir. Təşəkkür eləyirəm hər birinə. Biz sizə təşəkkür edirik. Dəyərli izləyicilərimiz, onu da qeyd edim ki, Leyla ananın digər oğlu, Vüqar isə ürəyi vətən sevgisi ilə dolu olan bir oğul olurdu. Vətənpərvər olan oğlumuz da dünyasını dəyişib gənc yaşında qardaş itkisinə dözmədi. Nə qədər ağır olsa da, çətin olsa da, amma Leyla ana bugün övladları haqqında çox qürurla danışır. Elə mən istəyirəm ki, Leyla ana Vüqarın gördüyü işlərdən Leyla ananın dilindən eşidək. Leyla ana, mən istəyirəm izləyicilərimiz İlqarı tanıdıqları kimi Vüqarı da tanısınlar ki, İlqarın necə vətənpərvər qardaşı olub Vüqar. Vüqar da, o da ailesi, hər ikisi eyni məktəbdə, 100 saylı orta məktəbdə oxuyublar. O da fəal uşaq olub, idmanı sevən olub, voleybol yarışlarına gedirdi. Voleybol yarışlarında həmişə birinci yeri, ikinci yeri turları tutublar. Sonra o da ali təhsilini qutarandan sonra əskəriyə yola saldıq onun. Getdi əskəriyə, o əskəriyə yola salanda mən onda bildim ki, o 20 yanvardan yola düşür. Zəng elə ki, mama, 10 dəqiqə vaxtım var, gəlirsən, gəl, gəlmirsən ki, mən 20 yanvardan gedirəm. Yəni, o da mənə demədən. Çünki mən istəmirdim bu əskəriyə getsin, qardaşından sonra da elə bil. Əskəri savdı gəldi, Bel Telekom şirkətində işə düzəldi. Bir il nə qədər orada işləyəndən sonra dedi, yox, mən gedirəm Azərbaycanı Avropada təmsil eləyəm. Getdi ora Avropanın Stockholm şəhərinə. Orada Stockholmda diaspor yaratdı, diaspor cəmiyyətinin sədri oldu. Azərbaycanı orada təşkil elədi, orada nümayişlər eləyirdi, yarışlar keçirdirdi. Azərbaycanın müğənnələrini aparırdı, orada konsert verirdilər. Konsertdən şəkilləri var. Sonra elə oldu ki, 2010-cu ildə mən xəstə düşdüm. Həkimlər mənə diaqnoz qoydu ki, 5 ay vaxtın qalıbdı. Onda qardaşım zəng edir ki, ananın son görüşüdür ki, o Azərbaycana gəldi ki, mənə baş dəyməyə. Baş çəkməyə gələndə, indi qardaşımın dərdi bir tərəfdən, mənim ölümün həkimlər ona vaxt qoymuşlar da. Yəni ki, həkim özü demiş ki, gəlsin valideynlə görüşün, bu ana gedəsidir. O bizim dərdimizə dözməyib qəfildən, o da dünyasını dəyişdi, 25 yaşında. Mən Vüqarı orta məktəbdə oxuya-oxuya Britaniya səfərində bu Azərbaycanda kursa qoymuşdum, ingilis dilinə, kompüter kursuna. Orada, çünki İlqardan sonra bütün varımı, dövlətimi qoydum onun təhsilinə ki, o təhsilli olsun al. 5 dil verdim ona. 5 dillə o axır belə oldu. Hər ikisi ağıllı, kamallı, anaya, ataya mehriban idilər. Çox qonşu içində sevilən, seçilən uşaqlar olub, hər ikisi. Mənim hər iki övladım evdən gedən olmuyor. Hər ikisi eldən gedən nəvələr, uşaqlar olublar. Ona görə mən qürur duyuram. Məni yaşadan odur ki, mənim balalarım təmiz adla bu dünyadan köçüblər. Mən də inşallah bir gün yol açılar, mən də onlarla görüşərəm. Leyla ana, biz sizə təşəkkür edirik, belə vətənpərvər
oğul böyütdüyünüz üçün, oğullar böyütdüyünüz üçün, bu vətən üçün dəyərli, qiymətli olan igid oğullar böyütdüyünüz üçün biz sizə təşəkkür edirik. Çox sağ olun. Bugün bayram günüdür. Bugün bizim dəyərli bir vətənpərvər xanımımız var. O sizi təbrik edir. Qurban Çox sağ bayramı olsun, münasibətilə. Allah razı olsun. Xalidə xanım sizi təbrik edir. Kənan Dadaşzade'nin adından, şəhidimiz Allah Kənanın sizlərə də- adından Xalidə xanım sizi Xalidə bayramınız xanıma da öz təbrik təşəkkürümü edir. bildirirəm. Allah razı olsun. Allah ruzusun bol eləsin. Canı sağ olsun. Həmişə sevilən, seçilən əziz bəndələrindən olasınız. Hər biriniz. Çox sağ olun, var olun. Bizim bir müəlliməmiz var, Mənsurə müəllimə. Mənsurə xanım da çox vətənpərvər xanımdır. O da sizi Arif Allahverdiyevin adından təbrik edir. Bayramınız Təşəkkür mübarək olsun edirəm. deyir. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Valideynlər səbir, təmkin, dözüm versin. Hər bir valideynə Allah ruzu bərəkət versin ki, Allah yolunda qurban kəsməyi Allah hər bir valideynə nəsib etsin öz evində. Əvvəl mən sizə Çox sağ olun. bizim dəyərliniz, hər zaman sizlərin yanında olan, bizlərin yanında olan Leyla xanımın da salamlarını gətirmişəm. Sağ olun. Leyla xanım da sizin bayramınızı Çox təbrik sağ edir. olsun, var olsun. Bütün müsəlman dünyasının, Azərbaycan xalqının hər bir kəsin bayramını hər birimizin adından təbrik edirik. Onu da qeyd edim ki, bizim çəkilişimiz Zəfər TV.az saytına aiddir, saytın rəhbərliyinə, kollektivinə özlərinin təşəkkürümü bildirirəm. Hər kəsin zəhməti var. Halal eləsin. Allah ruzularını bol eləsin. Canlarını sağ eləsin, işlərini aban desin hər bir kəsin. Çox sağ olun, var olun. Təşəkkür edirəm. Biz sizə təşəkkür edirik. Sağ olun. Vətən sağ olsun. Sağ olun.